Deməli, fitrə sədəqəsi ümumiyyətlə vacib olan ibadətlərdən kimin imkanı varsa çıxarmağa hökmü vacibdir. Gərək çıxarsın. Və çıxarılma vaxtı gərək ayın 28-dən tez olmasın. Yəni, Ramazanın 28-dən tez olmasın. Və bayrama nə qədər yaxın olsa o qədər yaxşıdır. Bayram namazına. Hətta Allah kimsə elə bayram günü alıb, məsələn, bayram namazına gedəcəyi yolda kiməsə verə bilərsə bayram günü, bu lap yaxşıdır. Yəni, nə qədər bayrama yaxın olsa o qədər güzəldir və o qədər sünnəyə müvafiqdir. Amma 29 və 28, yəni bayramdan bir neçə gün qabaqda çıxarmaq olar. Və çıxarılan ərzaqlar adətən dənli bitkilərdir. Adətən, amma şərt deyil. Əsas orada olan qayda nədir? 2 qaydadır əsas. Və ya 3 demək olar. Yəni, bununla elə bilir ki, fitrə sədəqəsinin növü təyin edilir. Hansı cinsdən, hansı qidadan çıxarmaq lazımdır. Onlardan birincisi odur ki, çalışmaq lazımdır, o çıxarılan şeyin ölçüsü keyl olsun, vəzin olmasın. Vəzinlə keyl arasında fərq nədir? Vəzin bildiyimiz tərəzidir, tərəzi çəkisi. Yəni, ağırlıq çəkisi, daha doğrusu. Vəzin, mizan, o vəzin sözündəndir, tərəzi deməkdir. Yəni, ümumiyyətlə, ölçü vahidi bir növ, 2 növdür. Biri var vəzin, biri var keyl. Vəzin ağırlıq ilə olan ölçü vahididir. Keyl isə həcmlə olan ölçü vahidi. Həcm. Məsələn, bizdə keylə misal nəyi gətirmək olar? Tutaq ki, bir bankadır. Düzdür? Bir bankadır. Sən deyirsən ki, adətən bu 3 kiloluq bankadır. O, əhsən. Ora su tökəndə, süd tökəndə, bal tökəndə hamısı eyni gəlir, eyni gəlmir. Sən 3 kiloluq balona töksən balı nə qədər gələr? 4 kilo yarıma yaxın gəlir. Düzdür mü? Amma su töksən məsələn, tutaq ki, başqa şey gələcək. Bu deməli nə oldu? Bu keyldir. Bu vəzin deyil. Yəni sən onu qoymadın nəyəsə. Keyl yəni həcmlə olan ölçü vahididir. Və fitr sədəqəsində də əsl olan budur ki, o çəkilən şeylər vəzinlə ölçülməsin. Yəni əsli etibarı ilə həcmlə ölçülən ərzaqlar olmalıdır. O da nədir? 1 sa. Aydındır. 1 sa eləyir nə qədər? 4 mud. 4 mud yəni 4 ovuc. O edir 1 sa. Məndə evdə var idi, ola bilsin yığışdırmışam, tapa bilmədim. İstəyirdim gətirib. O nəbəvi olan sanın miqdarı Mədinə şeyxlərindən biri hasili və mudun ölçüsü. Hətta Zeyd ibn Səbit radiyallahu anhuya qədər silsiləvi sənədi var. Həmin o sana mudun. Aydındır. Bu məşhurdur. Yəni, bir-birlərindən tələqqi edib götürüb, nəsildən nəsli ötürüblər Mədinə əhli və gəlib bu günəcən çatıb. Düzgün olan budur. Ona görə sual veriləndə ki, məsələn, neçə kilo demək çətindir. Belə təxmini demək olur ki, 2 kilo yarım. Çünki düzgün ölçü budur ki, sağ olmalıdır. Yəni 4 ovuc. Heç o, əslində o qaba elə də ehtiyac yoxdur. Elə öz ovucunla dolu. Yəni 4 dənə ovuc götürsən, məsələn 4 ovuc düyü, 4 ovuc, məsələn qreska, yəni adam başına, bu 4 ovuc eləyir 1 sa. Aydındır? Bəs eləyir, heç çəkməyə ehtiyac yoxdur. Və təbii ki, sən 4 ovuc düyü ilə, qreska ilə, bizə nə deyirlər qreska? Qarabaşaq. Tutaq ki, 4 ovuc mərci ilə 4 ovuc makaron vermək bir gəlməyəcək. Aydındır. 4 ovuc
məsələn, düyü 2 kilo yarım gələcəksə, makaron verməşi gələcək 2 kilo. Ola bilsin, un gələcək kilo yarım. O sıxlığına görə, düzdürmü? Təxmini belədir. Təxmini götürə bilərsiniz, o çəkisi ağır olan, məsələn, düyü kimi, qarabaşaq kimi, mərci kimi, o çəkisi ağır olanları götürə bilərsiniz 2 kilo yarım. Aydındır. Qalanlarını 2 kilo 100 qramla belə bu miqdarda götürmüyorlar. Artığını götürmək daha əfsəldir, ehtiyatdır və əlavə sədəqədir. Bu birinci şərtdir. Bu birincidir. Yəni, o ölçülən şey əsli etibarilə sağ olmalıdır. Yəni sağ, elə bil ki, bunun əslidir. İndi o saya görə, yəni 4 ovuca görə hansı məhsul nə qədər gələcək vəzin ölçüsü ilə, onu artıq uzun təyin edirsən. Onu da dedim təxmini 2 kilo yarım artıq olsa lap yaxşı. Bu birincidir. Və ikinci nədir? İkinci odur ki, bu çıxarılan məhsul saxlanıla bilən məhsul olmalıdır. Adətən. Adətən saxlanıla bilən məhsul olmalıdır ki, kasıbı ondan veriləndə 1 pay, 2 pay, 3 pay, 4 pay, o yəni, əgər istəyirsə ondan saxlamaq, məsələn, aylarla saxlaya bilsin. Yəni, xarab olmasın. Aydındır. Bu ikinci, təbii ki, məsələn, yağ vura girmir. Misal üçün, sən yağ alırsan və ya başqa şey, çay, qənd, bunlar girmir. Və üçüncü də odur ki, o yaşadığın yerdə, elə bil ki, cəmaatın əsas qida məhsulu olmalıdır. Doğru olan budur. Yəni, şərt deyil ki, hədisdə gələnlər olsun. Yox, o şərt deyil. Çünki hədisdə gələnləri götürsək, xurmadır, buğdadır, arpadır, kişmişdir. Demək olar ki, bizdə onlar qida məhsulu kimi istifadə olunmur. Kişmişdir, indi şirniyyat kimi, xurmadır, başa düşülür. Amma belə qida məhsulu kimi istifadə olunmur. Çünki hədisdə də gəlir, sahabə deyir ki, çünki o vaxtı deyir, Mədinə əhlinin əsas qidası bunlar idi. Yəni, süd ilə, su ilə, xurma ilə onun qidası idi. Əslində, xurma qidadır, amma ki, indi kim nəyə öyrəşib, onu götürülür də. Və ona görə, əgər bir ölkənin ki, bir bəldənin, bir yerin ki, o qida məhsulu, onların gündəlik ərzaqları, bu hədisdə gələn deyilsə, necə ki bizdə, onda ona yaxın olan götürülür. Yəni, belə deyil ki, hədisdə gələn deyilsə, yaşadığım yerin əsas qida məhsulu nədirsə, o olsun deyib qapını açmaq olmur. Aydındır, yəni necə? Ona görə daha ehtiyata uyğun olan odur ki, o məhsullara yaxın olmalıdır. Çünki birinci və ikinci şərti unutmaq olmaz. O qida məhsulu elə olmalıdır ki, o ovuc ilə ölçülə bilinən bir məhsul olsun. Aydındır. Məsələn, balıq. Balığı sən ovucunu ölçmürsən, o sağ ölçüsü deyil, vəzn ölçüsüdür. Aydındır. Ona görə heç olmazsa o ilk iki şərti göz önündə tutmaq lazımdır. Ki, birincisi ovucla ölçülə bilən ərzaq olsun və ikincisi saxlanıla bilən olsun. Ona görə bura girir, məsələn, un, bütün un məmulatları, bayaq dediyim mərci, rıska, düyü və s. Və həmçinin eyb etməz. Əgər onlar əlavədir. Kimsə əlavə nəsə qoymaq istəsə, əlavə sədəqə kimi qoymaq olar. Pesok və s. onlar əlavədir. Yəni, o fitrəyə girmir. Fitrəyə girmir. Çünki o ərzaq məhsulu deyil axı. Sual verilsə ki, yaxşı, məsələn, kartof girir, eyb etməz. Ehtiyac olsa, kimsə istəsə eləmək olar. Amma birinci bu birisilərə üstünlük vermək lazımdır. Hətta bəzi alimlər deyirlər ki, əgər düzdür, bu ehtiyat tələb edən məsələdir, əgər bir yerin yəni əsas qidası ət olsa, hətta deyiblər ki, ətdən də olar. Yəni, bir yerin əsas qida məhsulu bu önəmlidir. Amma əvvəlki iki şərti də nəzərə almaq lazımdır. Ona görə çalışmaq lazımdır ki, çünki bu ibadət bilirsiniz, təabbudu olan ibadətdir də. Yəni, necə gəlibsə, ona uyğun da bunu etməlisən.
Çünki Allah Rasulunun zamanında ət yox idi. Var idi. Ət yemirdilər, yeyirdilər. Amma görsən Allah Rasulü bunu təyin etmədi. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında və Allah Rasulundan sonraki dövrlərdə də vəzin ölçü vahidi olub olmuyor. Olub. Amma görsən Allah Rasulü vəzni yox, keyli təyin etdi. Çəkinə yox, həcmli olan ölçü vahidini. Deməli, bunun öz hikməti var. Deməli, bu belə gəlir. Allah Rasulü aleyhissalatü vesselamın zamanında dinar, dirhəm yox idi, var idi. Qardaşın sualına cavabdır bu. Bu pul şəklində çıxartmaq olmaz. Allah Rasulü aleyhissalatü vesselamın zamanında var idi, dinar, dirhəm. Düzdürmü? Allah Rasulü bu qapını açıq buraxmadı. Hətta fikir versəz, o ərzaqın növlərini təyin edib. Növləri gəlib, yəni. Ona görə buna çalışmaq lazımdır, fikir verilsin və adam başına dediyimiz kimi. Məsələn, 2 kilo yarımdan götürürsə. Tutaq ki, bir evdə, burada diqqət olması məsələlər var. Onlar nələr? Bir evdə, məsələn, bəzən hansı xətalara yol verilir? Misal üçün, bir evdə 4 nəfərdir. Bu fikirləşir ki, ailə başlısı. 4 nəfərdir. İndi 2 kilo yarımdan elədi 10 kilo. Düzdür, 10 kilo. 10 kilo deyir, 10 dənə məhsul alım, hərəsi 1 kilodan. 1 kilo düyü, qırıqqa. Hər məhsuldan 1 kilo alır, 10 məhsul. Bu düzgün deyil. Xəta hardadır? Çünki adam başına kilo yarım bir məhsul olmalıdır azı. Aydın oldu necə? O başqa şeydir ki, əgər istəsən, məsələn, düyüdən 2 kilo yarım yox, 5 kilo qoyasan, yəni 2 adamın hesabı olar. Amma bir adamın hesabı olmalıdır. Yəni, hər məhsuldan 2 kilo yarım olmalıdır. Aydın oldu necə? Bunu alandan sonra, məsələn, 2 kilo yarım düyü, qreçka və sən aldın, 10 kilo, 4 adamın payı. Bunu bölüşdürəndə şərtdimi mütləq bir adama verəsən? Yoxsa 2 ailəyə verə bilərsən. Aydındır, verə bilərsən. Şərt deyil bir ailəyə verəsən. Ola bilsin, məsələn, birinin evində 10 baş ailədirlər, kilo hesabı ilə gəldi, 25 kilo elədi, alınan məhsul. 10 növ məhsuldan 2 kilo yarım, 25 kilo, düzdür? Şərt deyil 25 kilonu bir ailəyə verəsən. Verə bilərsən, məsələn, 3 ailəyə, 4 ailəyə, problem deyil. Yəni. Əsas olur ki, səndən düz çıxsın. Bu 2 və 3-cüsü diqqət olması məsələlərdən həvalə edə bilərsən kiməsə. Pul verə bilərsən, məsələn, ola bilsin kimsə yığır, hansısa bir məsələn, yardım qrupu və s. yığır, onlar alırlar, qabaqcadan pul verə bilərsən, həvalə edə bilərsən, çünki onlar da ərzaqla çıxaracaq. Ancaq olunan xətalardan birisi nədir? Bu əvvəl çox olur. İnşallah ki, indi olmur. İnşallah. Pulu yığırdılar cəmaatdan və qeydləmirdilər və ya verən özü demirdi ki, bu neçə nəfərindir. Məsələn, gətirib verirdi 50 manat. 50 manatı nə düşdü, yox. Orada qeyd olunmalıdır ki, bu neçə nəfərindir. Aydındır. Məsələn, tutaq ki, müəyyən bir miqdarda pul yığıldı, o pula baxmalı deyil tək. O baxmalıdır ki, bu pul neçə adamın adından çıxarılır. Məsələn, baxır, 100 adam. Deməli, 100 adamın adından çıxarılıbsa, hər məhsul, deməli, ortalıqda 250 kilo məhsul olmalıdır. Aydın oldu necə? O yığılan pul, o 250 kiloluq məhsulu almalıdır, ən azından. İndi artıq qalar, artıqa eyb etməz əlavə şeylər almaq olar. Və o sədəqənin üstünə əlavə qoymaq olar. Qənddir və s. O artıq sədəqəyə girir. Və həmçinin buna əlavə fayda söyləyirəm. Hər bölgənin, hər yerin bir örfü var da, adəti var. Bizdə məsələn gəlib kiməsə deyəndə ki, bu fitrə sədəqəsidir, bu biraz ola bilsin, insana yaxşı gəlməsin, xoş gəlməsin, düzdürmü? Belə baxanda əslində sədəqə sözü qorxulu söz deyil, bizdə qorxulu edirlər. Sədəqə sözünü belə utanc mənbəyi edirlər. Aydındır, amma sədəqə sözü, sədəqə nədir? Müsəlmanın müsəlmana təbəssümü sədəqədir. Məsələn, nəqliyyatdasan, bir yaşlı birisi gəldi,
sənin ona durub yer verməyin sədəqədir. Kasıbın, yetimin başına sığal çəkməyin sədəqədir. Görürsən, məscidə girmişsən və görürsən bir müsəlman qardaşın üzgün oturub, ola bilsin borcu var, ola bilsin dərdi var, evində problemi var. Onun probleminə şərik olmağın, ən azından təsəlli ilə, ona təsəlli verməyin sədəqədir. Sədəqə qorxulu şey deyil. Yəni, təbəssüm qorxuludur, təbəssümü sədəqədə artıq. Amma bizdə sədəqəni eləyiblər qorxulu, utanc mənbəyi ediblər sədəqəni. Ona görə gəlib deyəndə ki, məsələn, bu fitrə sədəqəsidir, ola bilsin kimsə ondan çəkinsin. Ona görə yaxşıdır ki, deyəsən ki, bu bayramlıqdır. Bu bayram hədiyyəsi. Onsuz da elə biz dediyimiz fitrə sədəqəsi bizim örfümüzdə də bayramlıqdır. Bunun başqa adı yoxdur. Sən onu çıxarırsan ki, qoy, imkanı olmayanlar da bayram edə bilsinlər. Aydındır. Bu xülasə olaraq fitrə sədəqəsi barədə olanlardır. İndi bilmirəm, yadımdan nəsə çıxar, çıxmaz. Nəsə sual varsa bu mövzuda verin. Bəli. Bir de evde bütün oruç tutanlar ailede oruç tutanlar. Yox, şərt deyil. Qardaş soruşur ki, deyir, şərtdimi ki, şərtdimi ki, oruc tutan ailə üzvlərinin adından çıxarılsın sədəqə? Cavab budur ki, şərt deyil. Dəlil nədir siz deyil? Çünki ana bəhsində uşaq olsa... Çünki sən evdə məsələn, 5 baş ailədir, arvad, ola bilsin, uşaqlar hamısı balacadır. Birinin 1 yaşı var, birinin 2 yaşı, birinin 3 yaşı. Onların da yerinə çıxarırsan, hamı heç bir tutmur. Fərqi yox. Bunu sadəcə dəlil olaraq fikir edirik. Aydındır necə? Ola bilsin, o uşaq hətta bəyənilir, vacib deyil. Amma kimsə istəsə, hətta ana bətnində olan uşağın yerinə çıxara bilir. Deməli, oruç tutması şərt deyil. İstəsə çıxara bilər. Bir də ailə üzvünün biri... Onsuz da vacib deyil. Ailə üzvünün biri... Ümumiyyətlə, o sədəqə ki var, yəni ana bətnində olan uşağın yerinə sədəqə çıxar. O yalnız bərəkətə artırır. Ümumiyyətlə, sədəqə insanın malından heç nəyə azalır. Hədisdə gəlir. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, sədəqə insanın malından heç nəyə azaltmır. Heç nəyi. Həm, baxın, həm sual verilsə ki, bu sədəqə insanın malından heç nəyi azaltmır. Həm keyfiyyət baxımından, həm kəmiyyət baxımından, cavab budur ki, hər iki baxımdandır. Keyfiyyət baxımından, yəni bərəkət. Çünki hətta kəmiyyət baxımından da, yəni sədəqə o malın yalnız çirkin təmizləyir. Bu, məhz fitrə sədəqəsindən gelmir söhbət. Ümumən, sədəqə malın çirkin təmizləyir, ona bərəkət batır. Biz deyəsən demişdik ki, sən dəfə, məsələn, bərəkət sözünün mənalarından birisi, məsələn, ərəblər bu bir yerə yağış yağar, orada kiçik bir su hövzəsi əmələ gələr, ona deyərlər birkə. O okean deyil, o dəniz deyil, belə böyük umman deyil. Yəni, birkə olması üçün çox suyun olmasına ehtiyac yoxdur. Əsas nədir? Su qalsın, axıb gelməsin, qalıcı olsun ki, cəmaat ondan istifadə edə bilsin və ona deyilsin ki, birkə. Deməli, bərəkə sözü bu kökdəndir, eyni kökdəndir. Deməli, bərəkətdə əsas olan çoxluq yox, əsas olan nədir? Qalıcılıq, faydanın hasil olması. Amma burada sual o ola bilər ki, bəs necə sədəqə hətta kəmiyyət baxımından da maldan nəyisə azaltmır? Bu hədisdə belə gəlir. Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, sədəqə maldan heç nəyi azaltmır, heç nəyi. Yəni, məsələn, bir insan tutaq ki, 10.000 pulu var. Zəkat vaxtı gəldi, nə qədər çıxartmalıdır? 41. Nə qədər edir? 250. 10.000-dən 250 çıxartdı. Nə qədər qaldı? 9.750. Zahirən azaldı, azalmadı. Ola bilsin sənə nisbətdə, amma həqiqətdə azalmır. Niyə? Çünki sən bilmirsən axı, sən bilmirsən. Gəl belə fərz edək ki, sən onu çıxartmadın, 10.000 qalıb. Sonra Allah Azze və Cəllə o malından çıxacağı sənin canından çıxaracaqdır. Başqa elə bir şey gələcəkdir ki, 10.000-in özü də gələcəkdir.
Sən artıq o zəkatı çıxartmaqla əslində 10.000-i qorudun, qorumadın. Qorudun. Deməli, əslində malının azalmaqdan qorumsan da sən. Deməli, malından heç nə azalmadı ki. Əksinə o sədəqə, o zəkat sənin malının azalmağına, hətta tələf olmağının qabağını alır. Hə? Onda Allah Azze və Cəllə bu ayəsini xatırlayırıq ki, Allah bilir, siz bilmirsiniz. Aydın oldu. Bəli.